İndi keçək nöqtələr arasında məsafənin tapılmasına. Nöqtələr arasında məsafəni tapmaq üçün deməli, əvvəla o meridian və paralellərin kəsişməsində alınan bu şəbəkəyə biz nə dedik? Dərəcə toru dedik. Yəni riyaziyyat dəftərinin damalarına oxşayır da. Xəritə üzərində olsa kartoqrafik şəbəkə adlanır, qlobus üzərində olsa coğrafi şəbəkə adlanmış olur. İki dənə nöqtə arasındakı məsafəni necə tapa bilərik? Bir dənə A nöqtəsi qeyd edilir ekvator üzərində. Bir dənə də B nöqtəsi qeyd edilir. Greenwich üzərində də bir dənə C nöqtəsi qeyd edilir. Bir dənə də D nöqtəsi qeyd edilmiş olur. Əvvəla onu deyim ki, iki dənə nöqtə üzərində olan məsafəni tapmaq üçün o nöqtələr ya eyni paralel üzərində olmalıdır, ya da eyni meridian üzərində olmalıdır. Yalnız bu halda biz nöqtələr arasında olan məsafəni təyin edə bilirik. Əks hallarda təyin edə bilmərik. Məsələn, A nöqtəsi 0-ın üzərində yox, 20 dərəcəli cənub enliyində olsaydı, B nöqtəsi burada olsaydı, biz bu məsafəni təyin edə bilməyəcəkdik. Və yaxud da C nöqtəsi 20 dərəcəli qərb uzunluğunda olsaydı, D nöqtəsi burada olsaydı, biz bu məsafəni təyin edə bilməyəcəkdik. Qayda budur ki, ya eyni paralel üzərində olmalıdır, ya da eyni meridian üzərində olmalıdır. Biz indi ekvator və Greenwich üzərində olarsa bu hallara baxacağıq sizlə ki, bu zaman nöqtələr arasındakı məsafə necə təyin olunur. Deməli, birincisi iki nöqtə arasındakı dərəcə fərqini tapırıq. Görürük ki, A nöqtəsi 30 dərəcəli qərb uzunluğundadır. A nöqtəsinin üzərindən keçən meridian üstündə 30 dərəcə yazılıb. Greenwich'dən solda olduğu üçün olur qərb uzunluğu, 30 dərəcə qərb. B nöqtəsi də 10 dərəcə şərq uzunluğundadır. Yəni B nöqtəsi üzərindən keçən meridian tarazında nə yazılıb yuxarıda? 10 yazılıb. Və Greenwich'dən sağda yerləşdiyi üçün şərq uzunluğu hesab olunur. Bunlar arasında neçə dərəcə fərq var? Adətən bunu soruşan kimi deyirlər ki, 20 dərəcə, 30-dan dərhal onu çıxırlar, tapırlar ki, 20 dərəcə. Xeyr, bu doğru deyil. Çünki biri qərb yarımkürəsində yerləşir, biri şərq yarımkürəsində. Qaydamız budur ki, iki dənə nöqtə fərqli yarımkürələrdə yerləşirsə, onların dərəcələri toplanır. Bu həm enliyə aiddir, həm də uzunluğa aiddir. Deməli, A nöqtəsi 30 dərəcə qərb uzunluğundadır, B nöqtəsi 10 dərəcə şərq uzunluğundadır. Onlar arasındakı məsafə 40 dərəcəyə bərabərdir. Bunun isbatı da budur ki, mən A nöqtəsindən B nöqtəsinə doğru hərəkət etmək istəyirəm. A nöqtəsindən birinci gəlirəm Greenwich'ə, 0-a, bura gəlirəm. Neçə dərəcə yol gəldim? 30-dan 0-a qədər 30 dərəcə yol gəlmiş oldum. Amma hələ B nöqtəsinə çatmamışam ağa. Greenwich'dən də bir 10 dərəcə gəlməliyəm ki, gəlim B nöqtəsinə çatam. 30 dərəcə buracan gəldim, 10 dərəcə buracan gəldim. Cəmi nə qədər edir? 40 dərəcə. Ona görə də 30-un üstünə 10 gəlirik, olur 40 dərəcə. A nöqtəsi ilə B nöqtəsi arasında 40 dərəcə fərq var. Bəs neçə kilometr fərq var? Bizim qaydamız var ki, burada qeyd edeyim həmin qaydanı. Bizim qaydamız var ki, ekvator üzərində 1 dərəcənin uzunluğu nəyə bərabərdir? 1 dərəcə bərabər 111,3 kilometr. Amma biz hesablamalarda təqribi olaraq 1 dərəcəni 111 kilometrə bərabər götürəcəyik. Aydındır. A ilə B arasında 40 dərəcə fərq olduğu üçün neyəcəm? 40-ı vuracam 111-ə, olacaq 4440 kilometr. Aydındır. A nöqtəsi ilə B nöqtəsi arasında 4440 kilometr məsafə var. İndi C ilə D arasında olan məsafəni hesablayaq. C nöqtəsi yerləşir 10 dərəcə şimal enliyində. C nöqtəsinin üzərindən nətər tapırıq? C nöqtəsi üzərindən keçən paralelin tarazına baxırıq. Bu paralel keçirdə bunun tarazına baxırıq ki, gəlir görürük ki, burada nə var? 10 dərəcə yazılır. D nöqtəsi isə keçir 20 dərəcə cənub enliyindən. Onun da tarazına baxırıq, gəlir görürük burada nə yazılır? 20 dərəcə. Bu, yəni 10 dərəcə
şimal enliyi niyə oldu? Çünki ekvatorda yuxarıda yerləşir, şimalda yerləşir. Bu isə ekvatordan aşağıda yerləşdiyi üçün, cənubda yerləşdiyi üçün olur nə? 20 dərəcə cənub enliyi. Yenə də fərqli yarımkürələrdə olduğu üçün toplanacaq. Mən C nöqtəsindən ekvatora qədər 10 dərəcə gəlmiş oluram. Amma işim bitmir də. Ekvatordan da D nöqtəsinə qədər 20 dərəcə, 10 dərəcə buracan gəldim, 20 dərəcə buracan. Nə oldu cəmi? 30 dərəcəyə bərabər oldu. Yenə də fərqli yarımkürələrdə, ekvatorun fərqli tərəfində və yaxud da Greenwich'in fərqli tərəfində, sıfırın belə deyim, fərqli tərəflərində yerləşdiyi üçün toplayırıq. Yenə də onun üstünə 20 gəlirik, neçədir? 30 dərəcəyə bərabər olur. Meridian üzərində 1 dərəcənin uzunluğu isə 111,1 kilometrdir. Bu niyə belədir? Ekvatorun uzunluğu 40.076 kilometrdir. Meridianların uzunluğu 40.009 kilometr. Yəni arada o belə 85 kilometr bir məsafə var deyə onu dərəcəyə böləndə belə bir rəqəm çıxır. Yəni ekvatorda biraz daha çox çıxır. 111,3 çıxır. Meridianda isə 111,1 çıxır. Amma biz hesablama zamanı yenə onu da yuvarlaqlaşdırıb 111-ə götürürük. C ilə D arasındakı məsafə 30 dərəcə olduğu üçün 30-u vururuq 111-ə. Nə qədər edir? 3330 kilometrə bərabər olmuş olur. Birdən belə bir sual yaranır ki, bəs 111,1-dən, 111,3-dən nə zaman istifadə edəcəyik? Bizə məsələnin şərtində özü versək ki, 1 dərəcə bərabərdir 111,1 kilometrə və yaxud da 1 dərəcə bərabərdir 111,3 kilometrə. Belə bir şərt verilsə bizə, bəli, o zaman 111,1-ə, 111,3-ə vururuq. Yox, elə bir şərt verilməyibsə bizə, elə hər ikisini 111 ilə hesablamış oluruq. 2 dənə də nöqtə mən göstərim ki, eyni yarım kürədə yerləşsin. O cür misala da baxaq. Məsələn, götürək burada E nöqtəsi, burada da götürək K nöqtəsi. Görürük ki, hər iki nöqtə ekvatordan harada yerləşir? Aşağıda yerləşir. Yenə də fikir verirsiniz, eyni meridian üzərində çəkdim. Fərqli meridian üzərində olsa tapa bilmərik. E nöqtəsi burada eyni meridian üzərindədirsə, belə bir şey vardır. Eyni meridian üzərindədirsə, paralellərin dərəcə fərqi tapılır. Eyni paralel üzərindədirsə, meridianların dərəcə fərqi. Yəqin ki, bayaqdan buna fikir verirsiniz. Bayaq da A ilə B eyni paralel üzərində idi. Meridianların dərəcəsinə baxdı. C ilə D eyni meridian üzərində idi. Paralellərin dərəcəsinə baxdı. Yəni, bunlar hansı eynidirsə, onunla işimiz yoxdur. Fərqli olanlara baxırıq. Eyni onsuz da eynidir də. Mən bunu vursam da, bölsəm də, toplasam da, çıxsam da eynidir. Onsuz da eyni meridianın üzərində. Onunla işim yoxdur. Fərqli olanlara baxırıq. Deməli, bunlar da eyni meridian üzərində yerləşdiyi üçün 20 dərəcəli qərb uzunluğunun üzərində yerləşir. Eyni meridian üzərində yerləşdiyi üçün mənim meridiandan işim yoxdur. Mən paralellərin dərəcə ölçüsünə baxacaq. E nöqtəsi 10 dərəcə cənub enliyində yerləşir. Görürsünüz, E nöqtəsindən keçən paralelin tarazına baxırıq, burada 10 yazılır. K nöqtəsi isə 30 dərəcəli cənub enliyində yerləşir. Onu da tarazına baxırım, 30 yazılır. Amma bayaqdan nöqtələr fərqli yarımkürədə idi. Biri sıfırın o tərəfində idi, biri bu tərəfində. Amma burada baxırıq ki, hər ikisi eyni tərəfdədir. Hər ikisi eyni tərəfdə olanda böyükdən kiçik çıxırıq. 30-dan çıxıram 10, qalır 20 dərəcə. Aydındır? Yəni, eyni yarımkürədə olsa çıxılır, fərqi yoxdur. Bu uzunluğu tapanda da eynidir, enliyi tapanda da eynidir. Yəni, eyni yarımkürədə olarsa, yəni ekvatordan eyni tərəfdə olarsa, hər iki nöqtə ekvatordan yuxarıdadır, hər iki nöqtə ekvatordan aşağıdadırsa, çıxacaq. Hər iki nöqtə Greenwich'dən qərbdədir, hər iki nöqtə Greenwich'dən şərqdədirsə, neynəyəcəm? Çıxacaq. Fərqli olanda isə neynirəm? Toplayıram. 30-dan 10 çıxdım, yəni buradan 30-dan 10-a gəlmək üçün neynirəm? 20 dərəcə yol gəlirəm də. Çıxdım, o nədir? 20-20-ni vururam yenə 111-ə, meridian olduğu üçün 111-ə olur nə? 2220 kilometrə bərabər olmuş olur.
Biz dedik ki meridianların uzunluğu bir-birinə bərabər olduğu üçün bütün meridianların üzərində bir dərəcənin qiyməti nəyə bərabər? 111,1-ə bərabərdir və hesablama zamanı 111-dən istifadə edilir. Amma bu paralellər üçün keçərli deyil. Paralellərin uzunluğu bir-birindən fərqlidir. Axı dedik ki, ən uzun paralel ekvatordur. Qütblərə doğru paralellərin dərəcə ölçüsü azalır. Ona görə də müxtəlif paralellər üzərində bir dərəcənin qiyməti dəyişir. Mən bayaqlar 111,3 yazmışdım. Niyə? Çünki A və B nöqtəsi ekvatorun üzərində yerləşirdi. Ona görə mən ekvatorun üzərində yerləşdiyi üçün 111,3-ə vurdum. Yəni 111-dən istifadə etdim. Amma digər paralellərin uzunluğu balaca olduğu üçün hər bir paralelin özünə görə nəyi var? Bir dərəcəli meridianın uzunluğu var. Onlara da baxırıq.